Bəli, mənim qardaşım şkaf kimi oğlan olsa da, ona biz kitab yığa bilmədiyimiz üçün bura elə həqiqi kitab şkafı daha yaxşı yaraşar. Maşallah 2 günə, cəmi 2 günə elə şkaf yığdılar ki, bura həm keçmişini, həm də adam gələcəyini də yığa bilər. Ən üst hissəyə mehribancasına ən qədim ensiklopediyaları yığmağa qərar verdik. Sonra isə qardaşımla əldə etdiyimiz uğurlar, məktəbdən verilən tərifnamələr, diplomlar və s. və s. Bir kitab xəstəsi kimi təbii ki, öz kitablarıma da burada yer ayırmasam olmazdı. Xoşbəxtlik. Bəzən hər şeydən uzaqlaşıb sırf özümü bunlarda tapıram. Şkafın ən üst hissəsinə isə ən böyük uğurlarımızı və izləyicilərdən bizə olunan hədiyyələri yığmaq qərarına verdik. Bəli, mən Lego yığmağı sevirəm. Burada açılmamış Legoları və oyunlarımızı yığdıq. Maşallah, şkaf bitmir ki, bitmir. Çəkməcələri, alt hissəsi, yığ ki, yığasın. Çox qısa müddətdə istədiyimizdən də ən yaxşısını hazırlamağı bacardılar. İndidən sifariş edən hər kəs üçün xeyirli olsun. Hələlik!